Mercedes C-klasın dinamosu bir çox şeyə görə xarab ola bilər. Bunlardan misal üçün podşipnik dağılmağıdır, sonra üstdən yuxarıdan yağ tökülür üstünə. Sonra bunun içində kömür var, tok verən, o xarab olur. Məndə isə indi açaq baxaq görək. Açmışam bunu. Baxaq görək məndəki səbəb nədir? Maşından gələndə səs verdi, belə uğultu gəlirdi. Həm də aşağıdan alov çıxırdı, yəni qığılcım çıxırdı. Yəni o vəziyyətdə 10 kilometr gəlmişəm evə. İndi açmışam, baxaq görək bunun dərdi nədir? Çıxardaq baxaq. Demək bunda da podşipnik dağılıb. Görürsünüz burada. Onun podşipniki dağılıb. Həm də belə vəziyyəti də pis gündədir. Çox çeşlidir bütün yağ simlərin. Simin örtüb üstün başın. Podşipnik qırılıb, dağılıb içində. Ona görə də səs verilmiş. Bunda sökmək üçün 4 dənə boltu var. İkisi yuxarıdadır, ikisi aşağıdadır. Bu vəziyyətdə sökülür, çıxarılır. Podşipniki dəyişilir. Qoyulur üstünə.